Şah İsmail içeriden dışarıdan vatanımızı sarstı, salladı, eyvallah demedik. Şah İsmail'e karşı Yavuz Sultan Selim'le İdris-i Bitlis'in yapmış olduğu bir büyük ittifaktır. Biz hal-hazırda Azərbaycan adlı bir dövlətdə yaşayırıq və bu millətin, bu dövlətin nümayəndələri öz keçmişini, tarixini bilməlidir. Əgər ki bilməsə, əgər ki öz tarixinə sahib çıxmasa, o zaman onun tarixini alçaldacaqlar da, oğurlayacaqlar da, təhqir edəcəklər. Mən bir şey başa düşmüşəm ki, bu bizim artıq milli kimliyimizlə bağlıdır, milli dəyərlərimizlə bağlıdır. Və elə düşünürəm ki, ya keçmişdə bizim keçmiş babalarımızın, atalarımızın mübarizə apardığı, döyüşdüyü şəxslərin, yəni həmin o əks tərəfin nümayəndələri bu millətin içində qalaraq böyüyüb ona qarşı bu tərz təhqirləri eləyirlər. Yaxud da bildiyiniz mallıqlarından, yəni heç nə bilməməklərindən, cahilliklərindən bunu eləyirlər. Hər iki halda bu bizim üçün böyük təhlükədir. Çünki biz öz keçmişimizi təhqir eləyiriksə, əgər oturub babağı söyürsənsə, əgər sən oturduğun evin içini, yəni bir evdə oturmuşsan, amma o evi tikəni söyürsənsə, artıq sən o evdə yaşamağa əslində layiq deyilsən. Ya o evdən çıxıb getməlisən və başqa birinin evinin altına girməlisən, ya da həmin evdə qalırsansa, o evi tikənə və o evin sütunlarını atana hörmətlə, ehtiramla yanaşmalısan. Və bugün Azərbaycan dövlətçiliyinin təməllərini atan, Azərbaycan xalqının, millətinin dağılmamasını təmin edən böyük ulu babamız Şah İsmail Səfəvinin vəfat etdiyi gündür. Ya onun nəvələri olaraq bu torpağa, vətənə, millətə sahib çıxacağıq, ya da yox olub getməsinə göz yumacağıq. Və bu sözlərimi bizim cənab prezidentin çıxışı ilə bitirmək istəyirəm. Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmail Xətainin